Sertifikasiya tipli riyaziyyat sualının izahına baxırıq. Baxırıq ikinci suala. Zaldakı şagirdlərin 45-i oğlan, 6-sı isə qızdır. Bu zala eyni sayda neçə oğlan və qız gəlsə, oğlanların sayı qızların sayından 300% çox olar. 45 oğlan, 6 qız var və eyni sayda oğlan gəlir, eyni sayda qız gəlir. Nəticədə oğlanların sayı qızların sayından 300% çox olmalıdır. Biri digərindən çox olduğu dedikdə biz yuxarıda iki ifadənin, yəni 45 üstə gələ x dənə oğlanın, 6 plus x dənə qızın fərqini yazmalıyıq surətdə. 45 üstə gələ x-dən 6 plus x-i çıxdıqda olur 39. Deməli, fərq olur 39. Oğlanların sayı qızların sayından, yəni kimin sayından olduğunu bizdən soruşursa, nəyin sayından, nəyə nəzərən götürürsə, qızların sayından olan hissələrini, bunu da yazırıq aşağıdan, yazırıq 6 plus x, vurulsun 100 və nəticədə alınıb 300% artım, yəni biri digərindən 300% çoxdur. Deməli, burada hər tərəfi 100-ə bölürəm, qalır 3 və 6 plus x-i çarpazı 3-ə vururam. Olur 39 bərabərdir. 3-ü vururam 6 plus x-ə. Qalır 39 bərabərdir. 3-ü 6-ya vururam 18, 3-ü x-ə vururam 3x. 3x bərabərdir. 39-dan 18 çıxıram 21 və x də bərabərdir 21-i 3-ə bölürəm. Olur 7. Deməli, neçə oğlan, neçə qız gəlibmiş sinifə? 7 oğlan, 7 qız gəlibmiş.